Şəfiqə xanım, hoş gəlmisiniz. Sağ olun. Necə deyirlər, şeytanın qıçını sındırdıq. Axır gəldin, çıxdın. Axır gəldiniz. Mən xüsusi olaraq qeyd eləmək istəyirəm ki, bu günləri muzeyimizin qonağı Respublikamızın xalq artisti, ilk kaman ifaçılı qadınlarımızdan biri Şəfiqə xanım Eyvazovadır. Allah sizə can sağlığı versin. Çox sağ olun. Yağmur. Öz ayağınızla gəldiniz və mənim üçün böyük bir şərəfdir bu. Mən də oradan çox sevindim Ayşə Yağmur. Belə həm də məni çox təəccüb bürüdü ki, nə gözəl muzeymiş bura. Belə kiçik deməzdim. Orta bir muzeydir. Ancaq orada nə qədər xatirələr yatır. Bu tablolar, nə bilim, bütün əşyalar. Mən çox xoşuma. Heç mən inanmazdım ki, sənin belə bir muzeyin olsun. Sözün açığı. Səmimi qəlbdən deyirəm mən bu sözü. İstədim ki, bura muzeyə də mən bir şey bağışlayayım, bir şey. Və fikrim var, yenə də bağışlayayım. Çox sağ olun. Amma doğrudan da çox xoşuma gəldi. Heç yanılmadım bura gəlmənəkdə. Çox, necə deyirlər, elə deyirdim gəlim, elə deyirdim gəlim, alınmırdı. Axırı gəldim, çıxdım və çox sevindirici hal oldu. Allah sənə can sağlığı versin. Bizim muzeyin digər muzeylərdən fərqi ondadır ki, həm də biz kolleksiyaların kolleksiyasını yığırıq. Yəni biz bir eksponata bir eksponat kimi baxmırıq da, kolleksiya halında ona baxırıq və bu gün də Azərbaycanda bu gün həyatda olan görkəmli bizim musiqiçilərimizin, bəstəkarlarımızın, ifaçılarımızın Sovet dövrü əsasən çıxmış plastinkalarını toplayıb, onlara imza attırırıq və onu bizim muzeydə qoyuruq. Mən də sizin plastinkaları sizdən necə deyərlər, hədiyyə olaraq aldım və mən də onun, belə deyək, üz qabığı, sizdəkilərin üz qabıqları yox idi və bizim dostlarımız, Tural, Amil, onlar bəli, özlərindən bir gözəl bir üz qabığı dizayn ediblər və onu mənə də verdilər, həmən dizaynı icazə verdilər ki, mən də həmən dizaynda çıxardım və sizə onu imzalatdırım. Çox sağ olun, çox sağ olun. Mən də minnətdaram sizə ki, o işləri görmüsünüz. Mən çox sevindim doğrudan da. Allah razı olsun. Çox sağ olun. Bir daha çox sağ olun gəlişinizə görə. Mən sizi çox istəyirəm və inanıram ki, hamımız sizi çox istəyirik. Mən də vallahi Yağmur. Biz harda tanış olduq? Toyda Firidun Qurbansoyun qızının toyunda doğrudan o vaxtdan belə balam kimi mən səni belə doğrudan çox istədim. Belə Arifə də dedim. Doğrudan dedim ki, bu nə yaxşı uşaqdır, nə istiqamlı uşaqdır. Allah işi avand eləsin, sənə həmişə uğurlar arzulayır. Bir daha xatırlatmaq istəyərdim ki, bu günləri bizim muzeyimizin qonağı Respublikanın xalq artisti, bizim hamımızın sevimlisi, mənim adını ilk olaraq nənəmdən, babamdan eşitdiyim və bugün üzbəsürət oturduğum Şəfiqə xanım Eyvazova idi. Sağ ol. Çok sağ ol. Sağ ol.